Bugün 3 oktyabr 2025-ci il tarixdə 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Leytenant Göyüşov Sərvan Mehmanoğlu'nun anım günüdür. Sərvan deyir ay Allah, mənə az ağla, qışsızılda yaz ağla, nə vaxt yadıqa düşsəm ay Allah, ah kağıza yaz ağla. بسم الله الرحمن الرحيم قل هو الله احد لم يلد ولم يولد ولم يكن له اللهم صل على محمد الله تعالى شكر برحمته الله رضا عنه. Salam olsun dastan yazan oğullara. Salam olsun mərd qeylətli analara. Oğul var ki, bir ananın oğlu olar. Oğul var ki, bütöv elin oğlu olar. Bu oğullar dastan yazar, şəhid olar. Bu oğullar şəhid olar, yadda qalar. Bu şəhidlər vətən olar, bayraq olar. Bayraqları ucalara qaldıranlar, ucalardan igid kimi boylananlar. Qarşınızda baş əyirik. Biz sizinlə fəxr edirik. Bəli, şəhidlərimizlə, qazilərimizlə, veteranlarımızla həmişə biz fəxr eləmişik. Və indi hər birinizdən ricam var ki, Azərbaycanımızın ərazi bütövlüyü uğrunda öz şirin canlarından keçən igid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad eləyək. Allah şəhidlərimizin məqamını uca eləsin. Bəli, bugün Azərbaycanımızın igid qəhrəman oğlu Göyüşov Sərvan qardaşımızın anım gününə yığışmışıq. O Sərvan qardaşımız ki, o nəsildən neçə şəhidlər var. Onun əmsi 1-ci Qarabağ müharibəsinin şəhidi. O cümlədən nənəsi və o nəsildən olan bizim Kamil qardaşımız da şəhiddir. Və o ocağın həmişə igidliyindən, qəhrəmanlığından hər birimizin xəbərimiz də var. Onun atası öz igidliyi ilə, qəhrəmanlığı ilə və özü yaralı olmağına baxmayaraq yoldaşlarım fikirləşib onların halın ağlayan və halına yanan qardaşımız Mehman əmiyə bu günlərim hər birimiz başsağlığı verməyə gəlmişik. Bəli, biz hər birimiz vətən uğrunda, torpaq uğrunda dünyasını dəyişən igid qəhrəman, şəhid qardaşlarımızın hər birinin missiyasını bilirik. Onlar öz yerinə yetirir. Bizim cəmiyyətimizin, bizim ölkəmizin, bizim dövlətimizin, bizim xalqımızın missiyası nədir? Şəhidlərimizi unutmamaq və unutturmamaq. Bugün burada həqiqətən də mən baxıram, şəhid ailələrinin işləri üzrə şöbə müdürü Samir müəllim iştirak edir ilə birlikdə. O cümlədən bizim Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim iştirak edir. Bənövşələr qəsəbə tam orta məktəbinin müəllim şagird kollektivi iştirak edir. Və onlarla yanaşı Bənövşələr qəsəbə icra nümayəndəsi, Qiyaslı kənd icra nümayəndəsi iştirak edir kollektivi ilə birlikdə. Bizim 1-ci Qarabağ müharibəsinin qaziləri hamısı burada iştirak edir. Və bizim Veteranlar Birliği'nin sədri Elşən müəllim iştirak edir.
və həmişə də bu tədbirlərdə həmişə bizə dəstək olan və 1-ci Qarabağ müharibəsindəki onun videolarına baxırıq, o arxivi bizim xalqımıza bəxş eləyən, mən Arxiv TV-nin rəhbəri, bizim əziz dostumuz Şakir müəllimə böyük təşəkkürümü bildirirəm. O da gəlib. Və hər birimiz dövlətimizin, hər birimiz şəhidimizin valideynlərinin yanında olmalıyıq. Vətən 5 hərfdən ibarətdir. Bir əldə də 5 barmaq var. Bu barmaq yumruğunda yumruq əmələ gəlir. Bax, vətəni sevən igid qəhrəman oğullar yumruq əmələ gətirdilər. O yumruq nəticəsində Azərbaycanımız bütövləşdi. Azərbaycanımız bütün ərazi bütövlüyü təmin olundu. Bu oğulların sayəsində, veteranlarımızın sayəsində, qazilərimizin sayəsində, güclü ordumuzun sayəsində. Həmişə cənab prezidentimiz danışanda deyirdi ki, bizim güclü silah-sursatımız ola bilər. Ancaq onu idarə eləyən bizim qəhrəmanlardır. Bu qəhrəmanlar olmasaydı, o texnikaları qoy günə görüm hansı bir erməninin səngərin vura bilər. Onu da idarə eləyən bax bu oğullar idi. Sərvan qardaşımızın şəhid olduğu yerdən artıq yüksək bir yer yoxdur. Şəhid olduğu yerdən ha. Onun həm qulluq elədiyi o ərzə ilə müraciət eləyib ki, mən özüm ön nöqtəyə getmək istəyirəm. Özdə harda ən çətin yer var, relyefi çətin olan yer var, mən ora getmək istəyirəm. Özü öz gücünə gedib akademiya girib. Bizim tağım komandirimiz. Əgər öz bronjiletin əskərinə verməsəydi, o şəhid olmazdı. Bronjiletin əskərinə verib, əskəri də həmən o əskəri hər il buranı yad eləyir. Gəlib Mehman əmigilin evlərini ziyarət eləyir. Ki, mən həyatımı Sərvana borçluyam. Bax, bu oğulları heç vaxt unutmaq olmaz. Və mən istərdim ki, şəhidimizin döyüş yolundan və onun nə ilə təltif olunmasından bağlı həyat yolundan danışmaq üçün sözü Samir müəllimə verirəm. Buyurun Samir. İran analarını, tədbir iştirakçılarını, məktəblərimizi Qormaz müəllim çox sağ olsun geniş ətraflı məlumatına görə, verdiyinə görə bugün ətrafına toplaşdığımız qəhrəman Göyçöl Sərvan 1997-ci ildə Ağdamda Buzanlı qəsəbəsində dünyaya göz açmışdı və orta məktəbi Köçkün məktəbində bitirdikdən sonra 2014-cü ildə o Hərbi Akademiya sənət. O 2014-cü ildə sənədlərini verəndə onun mən Mehman əmi ilə dəfələrlə söhbət eləmişik. Onun həqiqətən də anası deyib ki, bəlkə başqa sənətə yönəlsən, başqa bir peşəni seçəsən. Ancaq bayaq Mehman əmi dediyi kimi o Çadır şəhərciyində böyümüş uşaq olaraq, həm də 1-ci Qarabağ müharibəsində onun atası döyüşmüşdür, əmisi şəhid olmuşdur. 2-ci ildə həmin Hərbi Akademiyanı bitirəndən sonra o özü öz istəyi ilə təyinatın müraciət edir ki, məni cəbhəyə ön xəttə verir. Və artıq müharibəyə qədər o ancaq cəbhədə, səngərlərdə və düşmənlə təmas xəttində xidmət eləmişdir. Və onun bayaq Qormaz müəllim də vurğuladı. O demək olar ki, həmişə öz əsgərləri üçün, o aldığı maaşdan əsgərlərimiz üçün istər onların qayğılarına, onların hər hansı bir istəyini belə deyək, istifadə edən bir zabit olmuşdur. Bəli, Sərvan sağlığında ikən də demək olar ki, o nümunəvi bir zabit, nümunəvi bir gənc olmuşdur. Və Vətən müharibəsi başlayandan sonra isə o Kəlbəcərin azad olunduğu, azadlığı uğrunda Murov dağı istiqamətində qəhrəmancasına şəhid olmuşdur. Bəli, ölümündən sonra ona Vətən uğrunda medalı, hərbi xidmətlərə görə medal, döyüşdə fərqlənməyə və Kəlbəcərin azad olunması və digər medallarla təltif olunmuşdur. Bayaqlarım vurğuladıq. Yəni, Sərvan həqiqətən də başqa bir həkim də ola bilərdi, müəllim də ola bilərdi. Ancaq onun ötesində olan vətənə olan bağlılığı və yaxud atasının onunla döyüş xatirələrinin bölüşməsi, Çadır şəhərciyində o ana bacılarımızın çəkdiyi əziyyəti görmüşdü. Ona görə də o məhz hərb peşəsinə
seçmişdi. Burada bu qəhrəman haqqında, bu zabit haqqında saatlarla danışmaq olar, amma qısaca olaraq bir şey xatirimə düşdü indi burada. Bir neçə ay bundan öncə biz Mehman əmin səhhəti ilə bağlı Bakıda xəstəxanada müalicə alırdı. Getdik ora, söhbət elədik. Mən Mehman əminin həqiqətən də bir yaşının çox olduğunu bilirdim. Elə bilirdim bizim şəhid atalarının içində ən yaşlısı odur. Yəni mən onu biləndə ki, o 52-53 yaşı var, mən məhdəl qaldım ki, insan yəni bu son 5 ildə nə dərəcədə yaşlanıb, nə dərəcədə o ağrı, acını. Amma Mehman əminin həmişə də gözündə mətinlik, qürur görmüş. O belə heç bir zaman həmişə deyib ki, fəxr edir. Sərvanın ruhu şaddır. Sərvanın ruhu ona görə şaddır ki, onun ata-baba torpağı olan Qiyaslı kəndində təməl qurma mərasimi oldu. Həmin kəndini tikilməklədir. Qiyaslı kəndində məscid artıq inşa edilir, yəni təmir olunur. Yəni bəli, bəlli bir səbəblərdən insan bu dünyadan köç edir. Yaxınlarımız, istər doğmalarımız, əzizlərimiz, qohumlarımız. Ancaq bu qəhrəmanlar həmişə 23 yaşında, 22 yaşında kimi qalacaqlar. Hər birimizin yaddaşında, şeirlərdə, romanlarda, kitablarda. Heç bir zaman nə ki bu bayraq dalğalanır, nə ki Azərbaycan var, bu qəhrəmanlar heç bir zaman unudulmayır. Yəni nəzərinizə çatdırırım ki, Azərbaycan deyilən bir ölkəyə, dövlətə gələn bütün qonaqlar görürsünüz ki, Şəriflər Xiyabanını ziyarət edir. İlk öncə oranı gəlib ziyarət edirlər. Yəni bu birbaşa bizim xalqımızın bayrağımıza, bizim millətimizə, bizim oğullarımıza verilən dəyər qiymət. Məsəl üçün bütün tədbirlər vaxtı, bütün o tarixi günlərdə Cənab Prezident işğaldan azad olmuş ərazilərdə olur. Orada şəhid övladları ilə görüşür. Onlarla çıxış edən zaman o necə o şəhidin övladına qoşulub onun ağlamağını biz görmüşük. Cənab Prezidenti qorusun, onun ordusunu qorusun, millətimizi qorusun ki, biz bütün istər siyasi arenada, istər döyüş meydanında, istər daxildə, istər xaricdə biz həmişə bizim bayrağımız dalğalansın. Çünki bu qəhrəman oğulların məqsədi o idi ki, biz torpağı alırıq, biz torpaqda son 5 ildə orada olan quruculuq işlərini görürsünüz. Artıq 3000-dən çox ailə Qarabağda yaşayır. 50 minə yaxın insan Qarabağa köç eləyib, orada yaşayır. İzlədim xəbərlərdə, Qocalıda dünyaya göz açan oğul övladına Kərim Vəliyevin adını verir, şəhidimizin adını verir. Yəni bu qəhrəmanların heç birinin biz hamısını general kimi, əsgərdən tutmuş generala qədər hər biri bizim qəlbimizdədir, evimizdə övladlarımıza aşılayırıq. Getdiyimiz məclislərdə hər hansı bir xeyir iş olsun, görürsünüz. Hər kəs bu işləri görürlər ki, toy bayram başlamamış, hamı qalxır, bir dəqiqalı sükutla bu şəhidlərimizi yad edir. Yəni bunu bizə 2020-ci ilə qədər biz bunu eləyə bilmirdik. Çünki torpaqlarımız işğal altındaydı, fəxrlə, qürurla qürurlana bilmirdik. Amma bu günlərin hər bir yerdə biz mətin dayanırıq. İnternetdə girirsən, ermənilər nəsə paylaşanlar, biz orada fəxrlə Azərbaycan bayrağını göstəririk ki, orada. Yəni biz qələbəni qeyd edirik. Mən çox danışmaq istəmirəm, amma Mehman əmiyə Allahdan səbir diləyirəm. Yəni ona görə ki, o daim var olsun, onun digər övladlarının, nəvələrinin gözəl günlərini görməyə nəsib eləsin. Danışmaq, o qədər ürəyim doludur ki, çox danışmaq istəyirəm, amma onu deyəm, siz olduğunuz yerdə bizim hər birimiz, uşaqdan böyüyə hər birimiz sizi bizdən üstün bilirik. Çünki bu qəhrəman oğulları siz böyütmüsünüz. Bunlar ən uca varlıq olan bayraq uğrunda, vətən uğrunda, torpaq uğrunda onların öz şirin canlarını fəda edib. Və sonunda qısaca olaraq onu da vurğulamaq istəyirəm ki, bu qəhrəman oğullar haqqında onların hər birinin o döyüş yolunda öz hekayələri var. Onların döyüş yoldaşları bildiyi hekayələr var ki, mən bəzən yadıma düşür, bəzən söhbət edəndə baxırsan ki, o qəhrəmanların hər biri orada qəhrəmanlıq edir. Bəlkə də onu heç kəs bilmir, yəni o şəhid olduğu yerdə olsun, istər o. Çünki mən o qədər belə Sərvanın döyüş yoldaşları, zabitlərlə söhbət eləmişdim. Yəni onun haqqında o qədər müsbət fikirlər, o qədər gözəl, yəni onun haqqında danışmışlar. Sanki deyirdim ki, kaş Allahın altında mən bunu sağlığında görərdim, tanıyardım onu. Yəni bu qəhrəmanların hər biri nümunə olur. İstər yaşadığı yerdə, yaşadığı kənddə, oxuduqları yerdə və biz çalışmalıyıq ki, övladlarımızı vətənpərvər, sağlam, gələcəyimizi mətin qurmalıyıq və hər birimiz bir-birimizin yanında olmalıyıq. İstər Cənab Prezidentin və yaxud da Cənab Prezidentin rəhbər təyin etdiyi şəxslərin yanında olmalıyıq. Bir-birimizin açığını bağlamalıyıq. İnsan olan yerdə, yaşayış olan yerdə çatışmamazlıqlar olacaq. Təbii ki, bu təbii haldır. Amma əsas odur ki, biz əl-ələ verək, düşməni sevindirməyək. Və çalışalım ki, bu qəhrəman oğullar bizə
bıraktığı, emanet elədiği bu torpaq üzərində bu qəhrəman oğullar kimi övladlar yetişirək. Hər birinizə Allahdan səbir dilərim. Minnətdarlığımı bildirirəm burada iştirak edən hər kəsə. Barıt qoxulu o yollar səni bəsnava qaytarar Sənlən təsəlli bir zabit mulleri bir cüt ulduzlu aylı pagonlar Sənlən təsəlli bir zabit mulleri bir cüt ulduzlu aylı pagonlar Hay ver mənə Cenab Letina, hay ver mənə Letina, xoş müjdəli bir savaşdan, pay ver mənə Letina. Bizə xoş müjdə verdin və xalqımızı xoş günlərə çıxartdın, ağ günlərə çıxartdın. Öz evinizin işığını keçirib, bizim evin işığını yandırdınız. Ona görə də hər birimiz sizə borcluyuz. Hər birinizin qarşınızda baş əyirik. Allah hər birinizin məqamını uca eləsin. Və bizim həmişə Sərvanın anım günündə, ad günündə bizim yanımızda olan o cümlədən 1-ci Qarabağ müharibəsindən elinin, obasının yanında olan Arzu müəllimənin başsağlığın Mehman əmi sənə çatdırıram. O cümlədən Tünzalə müəllimənin başsağlığın sizə çatdırıram. Və elə o anaların sırasına bizim Çimnaz müəlliməni də qeyd eləyirəm. Və bizim həmişə öz qələmi ilə bizim şəhidlərimizin yad eləyən, şəhid analarımızı yad eləyən, şəhid atalarımızı yad eləyən, qəhrəmanlarımıza öz qələmi ilə şeir yazan anamız da buradadır. Mən sözü anamıza verirəm. Buyurun. Şaf şəhiddir. Mənə elə gəlir ki, şəhid sözündən sonra daha deyiləsi bir söz yoxdur. Çünki şəhidlik elə bir zirvədir ki, bütün insani xarakterlər, bütün insani keyfiyyətlər şəhid sözündə cəmləşibdir. Şəhidlər təhsə Sərvanın deyil, bütün şəhidlərin şəxsində bugün onları yad eləmək bizim borcumuzdur. Nəinki bizim, hətta gələcək nəsillərimizin də borcudur ki, onları unutmasınlar. Çünki bu şəhidlər bizim çiynimizdən o ağır yükü atdı, gələcək nəsillərə miras qoymadı. Bugün mən onları bizə bəxş edən anaların qarşısında baş əyirəm. Allah sizə səbir versin. Və Sərvan üçün yazdığım bir şeirimi demək istəyirəm. Şəhid olub zirvələrə ucaldı. Mənfur düşmənlərdən qisas öc aldı. İllər ötdü, yaşıtları qocaldı, həmişəlik cavan qalan Sərvanım. Nədən qəmli, belə qəmli baxırsan nədən? Qisas hiss edirmi sinəni didən, gözəl arzuları gözündə gedən, gül kimi aşmamış solan Sərvanım. Şəhidlik hər insana qismət olmaz şəhidlik. Ataya oğuldan gəlir igidlik. Atandan, əmindən öyrənib mərdlik, elin qisasını alan Sərvanım. Mənalı həyatın gül kimi təmiz, sən canı vətəndən tutmadın əziz. Mehmanla adilə qalsa da sənsiz, milyonlara övlad olan Sərvanım. Bəli, Sərvan bir evdən böyüyüb boya başa çatsa da, bugün bir elin övladıdır. Şəhidlərimizə göstərdiyi qayğıya görə cənab başçımıza, prezidentimizə təşəkkürümü bildirirəm. Benim burada Sərvan qardaşımızın komandiri olmuş. Bizim Veteranlar Birliyinin sədri Elşən müəllim iştirak edir. Mən sözü Elşən müəllimə vermək istəyirəm. Onlarlar hər birimizin qarşısında şəhid analarını, şəhid ailələri baş əyir. Mənim borcumdur Sərvan barəsində danışmaq. Lakin ilk leytenant rütbəsini alıb tam komandiri kimi gələndə Salih Hərbisiyə qaza istiqam etdim. Dedilər ki, Ağdamlı belə bir zabit var. Çox cəsur, savadlı, qayğıkeş şəxsiyyətə qarşı bir igid oğlumuz var.
Və mən onunla fəxr edirdim ki, Ağdamlı olmağı ilə düzdür, Azərbaycanı parçalamaq bizim haqqımız deyil. Harada Azərbaycan bayrağı dalğalanırsa, ona bizim üçün vətəndir. Və mən Sərvanla görüşdüm, ondan soruşanda vəzifə borcu çox mükəmməl şəkildə şəxsiyyətin qayğısına qalmaq, onun geyim formasının düzgün daşınması, silah-sursatın öyrədilməsində, texnikaların öyrədilməsində, bacarıqla döyüş və döyüş hazırlıq sənədlərinin öyrədilməsində ondan sorğu-sual eləyəndə həqiqətən də yüksək səviyyədə cavab verdi və mən onunla fəxr etdim ki, mənim belə bir el-obamın igid dəyərli oğlu var. Və mən ona dedim ki, bu yaxın müddətdə çox keçməz səni biz bölük komandiri təyin edəcəyik. Dedi ki, sizdən bir xahişim var. Dedim, buyur. Dedi, mən ön xəttə getmək istəyirəm, özdə dağ briqadalarım. Dedim ki, nə fərqi var ki, burada da ön xətt var. Burada da, dedi, yox, mən burada ehtiyat taborda, ehtiyat bölük örgədirəm. Tam komandiri olduğuna baxmaraq, bölük komandirin vəzifəsini icra edir. Dedim, sən istəmirsən məndən döyüşə gedəsən, hələ fikirdə yox odur müharibədə. Dedi ki, mən hər vaxt sizin yanınızdayım, amma istəyirəm ki, yuxarıda o qardaşlarımın yanında olum. Körpə o qardaşlarımızın yanında olum ki, mən ağır acını onsuz da vətən torpaqlarını itirəndən, mənim böyüklərimdən, atamdan, şəhid olmuş əmimdən, yəni mənə bir miras qalandı ki, mən ön xəttə olmalıyım. Və biz onu nə qədər də desək, o dönmədi. İnacından dönmədi, öz ərizəsini yazdı və getdi həmən hərbisiyə, Mirov istiqamətində. Orada da ən strateji yüksəklikdə olan bir posta xidmət edirdi. Orada 6 aylıq biz ərzaq təminatı verirdik ki, elə bir qəhrəman idi ki, həqiqətən şəxsiyyətin qayğısına qalan. Hər an oranın hərbisi komandirinin müavininə dedim ki, mənim bir qardaşım oğlu oradadır. Ona bir baş çək ki, ondan bir əlaqəsi var. Getdi oraya dedi ki, mənim ona tapşır. Bunu mənə yox, mənim ona tapşır ki, mən gəldim burada başqa abıqlar. Elə bir ki, bir ev gördüm burada, elə bir ailə gördüm burada. Yəni Sərvan elə bir oğlu idi, elə igid qəhrəman idi. Məhəmməd, başınız sağ olsun. Şəhid ailəm, başınız sağ olsun. Mən hər birinizdən xahiş edirəm. Bu günləri biz bura bizim ziyarətgahımızdır, qibləgahımızdır. Amma bizim 1-ci Qarabağ şəhidlər xiyabanımız var, Quzanlıda. Bir milli qəhrəmanımız yatır. Hər bir kəsdən xahiş edirəm. Onları yad eləyək, hər an yad eləyək. Niyə ki, 30 il bundan qabaq onların hesabına bizim 80% torpağımız qaldı. Və onların davamçıları bu igid qəhrəman oğullardır. O təməli qoyan o bizim şəhidlərimiz, 1-ci Qarabağ müharibəsinin şəhiddir. Bunlar onların davamçılarıdır. Allah rəhmət eləsin xan qardaşımıza. Həmişə söz o deyərdi. Və bizim qolumuzdan tutdu, mən ehtiyata çıxanda dedi, bizim milli qəhrəmanımız var burada, bizim şəhidlərimiz var burada. Mən vicdan əzabı çəkirdim ki, düzdür, mən 93-dən çıxmışam, bilməmişəm, görməmişəm, buralarda olmamışam. Həqiqətən bizim üçün əzab idi ki, biz o şəhidlərimizi yad etməliyik, o qəhrəmanımızı yad etməliyik. Hər kəsdən xahiş edirəm. Biz şəhidlərimizi unutmamalıyıq. Biz torpaq üçün, vətən üçün yaranmışıq, biz hərbiçilər. Ağdam cəmaatı həqiqətən də 1-ci Qarabağ müharibəsində 6500-dən yuxarı şəhid verir. Hər birinizin qarşınızda şəhid ailələr, baş əyirəm. Allah sizi uca eləsin, övladlarınızın məqamı uca olsun. Çox sağ olun. Şagirdlərimizin hazırladıkları gözəl bir şeirlər var. Onlara diqqət eləyək və bir də onu qeyd edeyim ki, bizim şəhidimizin adına bizim Mahrızlı kəndində Vəliyyəddin müəllim var, Vəliyyəddin Adil şairimiz. O gözəl bir şeir yazıbdı. İndi onu bizim qızımız da söyləyəcək. Gəlin indi onlara tamaşa edin. Nə var? Torpaq kimi, yurt kimi. İllər idi, bir yük idi, dərd kimi. Azad etdi nigid kimi, mərd kimi. Önündə görmədim dözüb dayanan. Tarix yazdın hünərinlə ay Sərvan. Düşdü adı nigid kimi dillərə. Yayıldı dünyaya neçə illərə.
Bu gün məzarında baxıb güllərə, gözlərdən süzülən yaş deyil bir qan. Tarix yazdın hünərinlə ay Sərvan. Töksək də sənin üçün bugün göz yaşı. Ucadır yurdunun, vətənin başı. Canından çox sevdin torpağı, daşı. Zəfərin dillərdə dolanan dastan. Tarix yazdın hünərinlə ay Sərvan. Nəsliniz tanınmış qəhrəman, igid. Atan qazidir, əmin sənin tək şəhid. Göydəki Allahdır, hər şeyə şahid. Adil bu qəhrəman adına qurban. Tarix yazdın hünərinlə ay Sərvan. Bu vətən, bu torpaq mənimdir deyib, üstündə vüqarla gəzdi şəhidlər. Əyninə qanından bir köynək geyib, düşmənin yolun kəsdi şəhidlər. Təki vətənimiz düşməsin dara, baxmayıb soyuğa, borana qara. Cavab vermək üçün azğınlara, hər bir çətinliyə dözdü şəhidlər. Arzusu göylərə, yerə sığmayan, araza sığmayan, kürə sığmayan, nağla, dastana, şeirə sığmayan, ən ali müqəddəs sözdü şəhidlər. Biri sənsən, hər igidin min hünəri, min hünərdən nəri sənsən. Nə gözəldir bu torpağın, qız çörəyi, naz neməti, həm qüvvəti, güc qüdrəti, səndə olan şux qeyrəti. Mərd əlində qalxar bayraq, yüksəkliyə ucaldıqca, igid əskər vətənimi düşmənindən öcaldıqca. Sən cənnətin beşiyində bir gül idin, qoxladıq biz, ulu torpaq keşiyində, Sərvan adını saxladıq biz. Sərvan adın həmişə yadınızda saxlayın və bütün şəhidlərimizin həmişə adını yadınızda saxlayın. Bizim, bax bu qızımız, bizim Qazi qardaşımızın, Tural qardaşımızın qızıdır. Hansı ki, o evdə böyüyür, igid qəhrəmanın evində böyüyür. Aslanın erkək dişisi olur. Bunlar da gələcəyin igid qəhrəmanıdır. Allah sizləri var eləsin və həmişə də bilin ki, sizin hər bir uğrunuzda şəhidlərimizin əməyi var. Heç vaxt onu unutmayın. Allah bütün balaları doyunca versin valideynlərine. Allah bütün balaları qorusun. Valideynlərə də can sağlığı versin. Buyursun, şəhidlərimizin ruhuna dua oxusun. Ondan sonra burada mərasim evində çay süfrəsi var. Ora hər biriniz dəvət olmalı. Muhammedin ve Ali Muhammed. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Sabbihisme rabbikal a'la. Allazi halaka fesavva. Vallazi qaddara fehada. Vallazi ahrajal mar'a. فجعله صايا وسنجرك فلا تنصرا فذاكر النفات الذكرى سيذكر من يغشى ويتجنبها الأشقى الذي يصلى نار الكبرى ثم لا يموت فيها ولا يحيا قد أفلح من تزكى وذكر اسم ربه فصلى بل ترسلون الحياة الدنيا والآخرة خير وأبقى إن هذا لفي صحف العلا صحف إبراهيم وموسى صدق الله العلي العظيم وصدق وبلغ رسول النبي الكريم ونحن على ذلك من الشهداء والشاكرين والحمد لله رب العالمين. قال تبارك وتعالى في كتاب الكريم إنا لله وإنا إليه راجعون. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه تسليما. اللهم صل على محمد وآل محمد. اللهم لمر قلوبنا بالنور القرآن. نبر عنا سيئاتنا بإذات القرآن.
واشف مرضنا بآية القرآن آمين وسلم أحيانا بحرمات القرآن آمين اللهم اجعل القرآن لنا في الدنيا راحة وفي القبر مونسا وفي الصراط جبارا سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين آمين يا رب العالمين آمين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات okuduğu Mela suresinin sabahı. Bu tedbir iştirak tarafından iş veriyor. Şahidimiz Göğüşöp Sarvan Mehmanoğlu. Onun timsalında cenneten şehitlerimiz ruhları şad. Bi hakkı Muhammed'in aleyh ve bi hürmetil suretil mübareketil Fatihati ma'asselam. Allahümme sallallahu Muhammed ve aleyhi. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhtina sıratal müstakim. Sıratallezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahu samed. Lam yelid ve lem yulad ve lem yekul lahu kufuven ehad. Allahümme salli ala Muhammed. Sizden razı olsun. Ve bir Çap.